bizim öhdəmizə düşən həddə Allahı tanımalıyıq. İndi bizim öhdəmizə nə düşür? Biz Allahı tanımaq bəhsində idik. İnsanda iki cür tanımaq qüdrəti var. Mən qısa deyirəm, gəlirəm bir gün vədə verdiyim söhbətə inşallah. Allahı tanımaq üçün insan iki cür tanımaq yolu var insanın qarşısında. Hələ Allahı qoyaq kənara. İnsanın qarşısında iki cür tanımaq yolu var. Bir, ümumi ünvanlar, anlam vasitəsilə, təsəvvürlər vasitəsilə, yəni zehnimizdəki anlam, ünvanlar, təsəvvürlər güzgü olur, həqiqəti bizə göstərir. Həqiqətin özü birbaşa bizim yanımızda hazırdır ya değil. Kərbəlayı, hazırdır ya hazır değil. Hazır değil. Çünki biz ünvan vasitəsilə həqiqəti tanıyırıq. Elə bil ki, mən sakit okeanı televizordan görürəm, özün görmürəm. Yaxından görmürəm, televizordan görürəm. Həqiqət özü mənim yanımda hazır deyil. Eynən bu cürdür. İnsan çox mərifətləri bu dünyada, çox tanıdığı şeylər ünvanlar vasitəsilədir. Vasitəli tanıyır. Təsəvvürlər vasitəsilə tanıyır. Anlam və ərəb dilində, farsında yəni məfhum deyilir. Məntiq elmində ona məfhum deyilir. Məfhum yəni başa düşüləsi ünvanlar və anlamlar vasitəsilə. Bu tanımaq yaxşıdır, amma bu tanımaq çox azdır. Çox zəifdir. Elə bil, elə dünənki misalı yada salıram. Mən yeməyi yada salıram. Bastırma yeməyin tanıyıram. Zehnimdə ünvanlar ilə, təsəvvürlər ilə o yeməyin özü mənim yanımda hazır deyil. Və qərardır ki, mən iftarımı bu günləri bastırma yeməyinin ünvanları ilə, anlamı ilə iftarımı açam. Bu kifayət edir. Təbii ki, kifayət eləmir. İkinci tanımaq yolu şəxsi tanımaqdır. Maddi varlıqlarda 5 hissiyat üzvü ilə tanınır. Maddi varlıqda. Yəni mən istəsəm sakit okeanı tanıyam, gedək görəm özüm. Gedəm ona əldəyəm, suya əldəyəm, əlimi yaş eləsin, əlim rütubətli olsun. Bilim, bu okeandır, bu dənizdir, bu yaşdır, bu sudur. Və qulağımla səsini eşidim, burnumla iyin qoxusunu hiss edeyim o okeanı, gözümlə görüm. Bəs maddi varlıqlarda 5 hissiyat üzvü ilə biz o varlığı tanıyırıq. Şəxsi tanıyırıq. Şəxsi yəni artıq sakit okeanı digər dənizlərdən, okeanlardan seçilərək okeanı tanıyırıq. Şəxsi tanımaq maddi varlıqda, maddi mövcudlarda 5 hissiyat üzvü ilə ələ gəlir. Amma maddi olmayan varlıqlarda isə elmi hüzuri yolu ilə irəli gəlir. Hüzuri elm ilə. Hüzuri elm yəni varlıq özü bilavasitə, heç bir vasitə olmadan insanın öz nəfsində hazırdır. İndi sual budur ki, biz Allah təbarək və Teala ki, mütləq varlıq təkin onu təsəvvür elədik. Sual, biz bura kimi mütləq varlıq deyəndə Allahı şəxsi tanıdıq ya ümumi tanımışdıq mütləq varlıq deyəndə. Biz Allahı vasitəsiz olaraq o həqiqət bizim yanımızda hazır oldu. Yoxsa təsəvvürlər vasitəsilədir. Mütləq varlıq, mütləq alim, mütləq qüdrət sahibi. O baqidir, əzəlidir, əbədidir. Biz Allahı bura kimi zehnimizdə tanıdıq ya şəxsi tanıdıq. O varlığın özü hazır oldu bizim yanımızda. Bura kimi biz Allahı təsəvvürlər vasitəsilə tanıdıq. Ünvanlar və anlamlar vasitəsi ilə. Yəni ki, mütləq varlıq təsəvvürü, mütləq varlıq anlamından bu ünvan ilə biz, bu ünvan güzgüsündən, aynasından baxırıq Allaha, bu həqiqətə. Bu yəni ki, mərifətdə çox aşağı dərəcəli mərifətlərdir.